İmam Zaman ağa xətrinə, Əcəlallahu Teala fərəcəhu və zuhura xətrinə bu videonu çəkirəm qürbətən iləllah. Söz insanın ağzından çıxanda, əgər əməllə düz gəlmirsə, hər hansı bir söz əməllə düz gəlmirsə, o söz zibillişdir, o söz boşdur. Yəni, bir insan bir sözü deyirsə, onun əməli ilə düz gəlmirsə, o sözü əməli ilə düz gəlmirsə, o söz zibillişdir. Mənə də aiddir, hamıya aiddir. Əgər əməllə düz gəlmirsə, o söz zibillişdir, o söz boşdur. Yəni bir insan sənə bir söz verirsə, əməl eləmirsə, görürsünüz özünüzdə ona inanmırsınız, ona etibar eləmirsiniz. Həmin o sözdəki, əgər əməllə düz gəlmirsə, o zibillişdir, o söz düz deyil. Yəni, bu sözün mənası odur ki, bəziləri başlayıblar ki, biz İmam Hüseyin əleyhissalama ağlamayaq, öz şəhidlərimizə ağlayaq, Polad Həşimova ağlayaq, Mübariz İbrahimova ağlayaq. Mən razıyam. İmam Hüseyin əleyhissalama ağlamayaq, deyirlər ki, güya 1400 il bundan qabaq İmam Hüseyin əleyhissalam şəhid olub, ona ağlamayaq, öz şəhidlərimizə ağlayaq. Mən razıyam. Gəlin, görək həmin o insanlar ki, deyirlər ki, öz şəhidlərimizə ağlayaq, həmin o insanlar əməllə doğrudan da ağlayırlar öz şəhidlərimizə. Yəni, əməl budur ki, həmin o deyənlər ki var, hər hansısa gedib bir şəhid ailəsi ilə maraqlanıblar. Bir neçə il bundan qabaq, keçən il idi, yoxsa o birisi il, bir video qabağıma çıxdı. 5 oğul şəhid verən ana dilənçilik eləyə-eləyə acından öldü. Hansı birisimiz maraqlandıq o ana ilə? Bir neçə gün bundan qabaq bir video qabağıma çıxdı ki, bəzi şəhid anaları var ki, dilənçilik eləyirlər. Hansı birisimiz maraqlandıq ki, ay şəhid anası, sən oğluvu qurban vermirsən, biz də sənin övladlarınıq. Gəlmişik səninlə maraqlanaq ki, ay ana, sənin, ay ata, ay şəhid ailəsi, sənin nəyə ehtiyacın var? Bunları eləmişik. İmam Hüseyin əleyhissalama ağlamırıq. Əməldə ağlamışıq öz şəhid ailələrimizə. Öz şəhid ailələrinə maraqlanmışıq bir. Bəzi şəxsiyyətsiz sürücülər var ki, avtobus sürücüləri siqareti qoyurlar damaqlarına, çəkirlər. Mənim videolarıma bax, mən əməldə eləyirəm onu. Elə bacarmıram, imkanım yoxdur. Elə bacarmıram, amma bacardığımı eləyirəm. Qoyurlar ağızlarına siqareti, həmin o avtobuslarda şəhid ailələri gedir, həmin o avtobuslarda qazilərimiz gedir. Hansı birisimiz həmin o şəxsiyyətsiz avtobus sürücüsünə etirazımızı bildirmişik, imkan demişik ki, çəkməcinən, burada şəhid ailəsi gedir. Mən deyəndə, əksinə məni günahlandırırlar ki, imkan verginə çəksin, sən iş verənsən. Amma qanmırlar ki, yenə deyirəm, həmin o şəhid ailələri avtobuslarda gedir, şəhid anaları avtobuslarda gedir. Onların mədəniyyətləri imkan vermir. Yəni, onlar elə mədəniyyətin yiyəsidirlər ki, biz onlara çata bilmərik. Yüksək mədəniyyətin yiyəsidirlər ki, onlar imkan vermir ki, həmin o şəxsiyyətsiz avtobus sürücülərinə desinlər ki, siqaret çəkmə, biz boğuluruq. Qazilərimiz var, canlarını qurban veriblər. 80 manat pensiya verirlər onlara. 80 manat pensiya verirlər ki, get dolancinən, ay qazi. Həmin o qazilərlə maraqlanmışıq. Bax, İmam əleyhissalamın bir gözəl sözü var. Deyir ki, kişiliyi dilin altındadır. Atalarımızın da bir gözəl sözü var. Deyir ki, söz sənin ağzındadırsa, sənin qulundur. Söz sənin ağzından çıxdısa, sən onun qulusan. Polad Həşimovu, canım qurban olsun bütün şəhidlərimə. Polad Həşimovu, Mübariz İbrahimovu televizorlarda, saytlarda verirlər, hamı tanıyır.
başqa şəhid ailələrini, başqa şəhid adlarını hansı birisimiz tanıyırıq, hansı birisimiz çəkirik. Bəzi şəhid analarını, öz şəhid oğullarını reklam eləyirlər ki, heç olmasa mənim oğlumu da tanıyın. Biz əməldə hansı şəhid ailəsini, hansı şəhid anası ilə maraqlandıq? Parmağınızı qatdalayın da, deyin ki, filan şəhid ailəsi ilə getdik, maraqlandıq. Məsəl üçün, ona ərzaq apardıq, verdik. Onun oğlu sağ olsaydı, bizim kimi insanlara canını qurban verməsəydi, həmin o oğlu öz anasına, atasına, ailəsinə baxardı. Necə lazımdırsa canla başla baxardı. Həmin o qıryətli oğlu, həmin o namuslu oğlu. O bizə görə getdi, qurban verdi, canını qurban verdi ki, və bizə başa saldı ki, ay geridə qalan kişilər, adınızı kişi qoyanlar, mənim anam, atam, mənim ailəm sənin üçün əmanətdir. Get bir maraqlan ginən o anamla, atamla. Yalandan dururlar ki, şəhid analarına, şəhidlərimizə ağlayaq. Əməldə ağlayırıq. Hansı birisimiz, çoxsumuzdan söhbət gedir. Gedib həmin o şəhid ailələrlə maraqlanırıq. Həmin o qazilərlə maraqlanırıq ki, ay qazi, sən burnuvu, qulağı, bədən üzvünün hər hansı birisini bizə görə qurban vermirsən. Hansı birisimiz maraqlanmışıq. Dururlar, yalandan deyirlər ki, biz şəhidlərə ağlamalıyıq. Ağlayırsan, inancla ağlamırlar. Həmin vaxtı o şəhid ailələrinə ağlayan vaxtı gələndə ağızlarını o yana tuturlar ki, nəyimə lazımdır? Başa düşdün? Biz əməldə ağlamalıyıq. Biz əməldə maraqlanmalıyıq. O, yenə deyirəm, həmin o şəhid özü sağ olsaydı, o ananın, o atanın, o ailənin, şəhid ailəsinin, anası, şəhid atasının bizə ehtiyacı olmazdı. Acından ölür. Bax, 5 oğul, adı yadımdan çıxıb həmin o ananın. 5 oğul qurban verdi, şəhid qurban verdi. Dilənçilik eləyə-eləyə acından öldü. Bax, biz buyuq. Yalandan gurulduyuruq. Guruldamağı bacarırıq. Amma yağmağa gələndə yağa bilmirik. Ataların gözəl sözü var, deyir ki, yağmasan da guruldama. Yəni, boş-boşuna biz gurulduyuruq. Şəhid ailələri belə, şəhidlərimizə ağlayaq. Əmələ gələndə isə dilimizi soxuruq qarnımıza, sakit dayanırıq. Və ya nəyimizə lazımdır? Gedib ağlı olsaydı, bax, belələri də var, bəli. Ağlı olsaydı gedib şəhid olmazdı. Ağlı olsaydı gedib qazi olmazdı. Bax, belə alçaqlar da var. Bu sözü deyən alçaqlar da var. Həmin o avtobuslarda gedin, həmin o avtobus sürücülərinə imkan verməyin ki, siqaret çəksinlər. Mənim videolarıma bax, mən o əməldə eləyirəm onları. Həmin o avtobus sürücülərini lazım gələndə siqaretlərini attırıram çölə ki, siqaret çəkməcəklə burada şəhid ailələri gedir, qazilərimiz gedir. Mən onu eləyirəm. Siz də eləməlisiniz. Hər bir vətəndaş kimi necə şəhidlərimiz canlarını qurban veriblərsə, biz də öz canımızı həmin o şəhid ailələrinə qurban verməliyik. Əməldə qurban verməliyik. Yalandan dildə yox, əməldə qurban verməliyik. Onun üçün də yenə deyirəm, əgər gurulduyursunuzsa, əməldə də yağın. Bax, onu nəzərə alın. Bütün şəhid ailələrimizlə gedib, mənim o qədər imkanım yoxdur. And içirəm, Allah şahiddir ki, mənim imkanım olsa, hər bir şəhid ailəsini gözüm kimi baxaram. Sadəcə olaraq imkanım yoxdur. Amma bacardığımı eləyirəm. Nə bacarıramsa onu eləyirəm. Hamısımız eləməliyik. Hamısımız əməldə öz şəhidlərimizə ağlamalıyıq. Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun. Keçmiş və gələcək videolarıma baxın. Gedin mənim videolarıma baxın, avtobus sürücülərini necə başa salıram mən.